Uşaqlar, çətinlik çəkilən bir suala baxaq. Çevrənin ən uzaq iki nöqtəsinin koordinatları verilir və çevrənin tənliyi istənilir. Çevrənin tənliyini artıq qeyd eləmişəm, yəqin bu hər kəsə məlumdur. Və çevrənin ən uzaq iki nöqtəsi nə deməkdir uşaqlar? Ən uzaq iki nöqtə diametrin uc nöqtələridir. Yəni A nöqtəsi buradadır, 3, -2, B nöqtəsi isə buradadır, -5 və 4 nöqtələri. İndi bizə çevrənin tənliyini tapmaq üçün mərkəzin koordinatları və radius lazımdır. Gəlin mərkəzin koordinatlarını tapaq. Nöqtələr verilib A ilə B və onların koordinatlarını toplayıb yarıya bölsək orta nöqtəni, yəni mərkəz koordinatları tapacağıq. 3 və -5 topladıqda -2, yarısı isə -1. 2, -2 və 4 toplayanda 2, yarısı isə 1. Mərkəzin koordinatlarını tapdıq. Mükəmməl. İndi gəlirik uşaqlar radius tapmaq üçün. Radius tapmaq üçün mənə ya bu məsafə lazımdır, ya da bu məsafə lazımdır. Yəni iki nöqtə arasındakı məsafə. Düsturu yazaq. Düsturu yazdıq. Deməli uşaqlar, x2 çıxılsın x1-in kvadratı üstə gəl y2 çıxılsın y1-in kvadratı. Mən burada buna x2 və y2, buna isə x1 və y1 demək istəyirəm. Siz istəsəz A nöqtəsi ilə də işləyə bilərsiniz. Deməli uşaqlar, mən burada nəzərə alsam kök altında. Deməli, -5-dən -1 çıxanda eləyir 4, -4, -4-ün kvadratı isə 16, üstə gəl, 4-dən 1 çıxıram, 3, 3-ün kvadratı 9 və eləyəcək kök 25, bundan da 5 çıxacaq. Mənim radiusum 5-dir, mərkəzin koordinatları buradadır. İndi mən hər bir şeyi nəzərə alıram çevrənin tənliyində. Yazıram. Deməli, x çıxılsın, uşaqlar burada çıxılsın deyəndə, çıx -1 olanda üstə gəl olacaq artıq, üstə gəl 1, kvadrat, üstə gəl, y çıxılsın. B-nin yerində isə nə var? 1 var. Çıx 1-in kvadratı bərabərdir. Radiusum da 5 idi. 5-in kvadratı isə 25. Və sizin yekun və yekun çevrənin tənliyi baxın bu halda olacaq. Hər kəsə uğurlar.